CNN, Xamneyi böhranlar qarşısında qərarsız qalıb. CNN telekanalının İranda davam edən etirazlarla bağlı hazırladığı hesabatda bildirilir ki, 86 yaşlı ali rəhbər Ali Xamneyi böhranlar qarşısında yeni strategiya formalaşdıra bilmir və uzun illərdə tətbiq etdiyi yanaşmalara sadiq qalır. Telekanalın məlumatına görə etirazların dərin iqtisadi böhran, yüksək inflyasiya, geniş miqyaslı elektrik kəsintiləri, işsizlik və son 40 ilin ən ağır quraqlığı ilə daha da güclənib. Hesabatda qeyd olunur ki, ölkə daxilində idarə etmə böhranı yaşanır və heç kimin qərar vermədiyi bir sistem formalaşıb. İsraillə 12 gün davam edən qarşıdurmadan sonra İranın hərbi imkanları zəifləyib, xarici siyasətdə isə Tehran çıxılmaz vəziyyətə düşüb. Bununla belə Xamneyi köhnə oyun qaydalarına sadiq qalaraq raket və dron istehsalını davam etdirməyə, proksi qüvvələri minimum səviyyədə saxlamağa və qərblə danışıqlardan imtina etməyə üstünlük verir deyə məqalədə qeyd olunub. Əlavə edim ki, yəni Xamneyi əsasən maliyyəni, dövlət büdcəsi, İran dövlət büdcəsini ayırır, SEPA, BƏSİS, nə bilim nə, bütün onlar İranın təhlükəsizlik qüvvələri ordusu axı Xamneyini qoruyur. İranda prezident Elə Abbas Əraqçı Xarici İşlər Naziri kimi Məsud Pezeşkiyanla xarici səfərlər, ölkəni idarə etməsi ilə bağlı parlamentə təkliflər, yeni qanun layihələri və s. büdcəni təsdiqləyə bilmirlər. Yəni bütün bunları Məsud Pezeşkiyana qarşı silah kimi də istifadə edə bilər. Xamneyi qəsdən cəmaata asaq verir ki, cəmaat Pezeşkiyanı devirsin. Amma əslində millət nə deyir? Xamneyini devirmək istəyirlər. Və çox biədəb sözlər işlədilər, şüarlar işlədilər. Yəni bu bazarda satıcılardan başladı. Etiraz indi hər yana yayılıb. İranın paytaxtından başladı Tehrandan, amma indi demək olar ki, İslam Respublikasının 4 günə yaxında hər yanında davam edir. Və bu Məhsa Əmini qızın öldürməsinə bağlı etirazlar kimi hələ şiddətlənməyib, amma deyirlər ki, Xamneyi çıx get işindən gücündən məşğul ol. Səndənsə elə sənə görə devirdiyimiz, sənə görə yox, Ruhullah Xomneyiyə görə devirdiyimiz Pəhləvinin nəslindən olanlar gəlsin İranı idarə etsinlər. Bu səviyyədədir vəziyyət.